Hər günə bir vlog seriyama xoş gəlmisiniz. Dəmir çatışmazlığım olduğu üçün səhər duran kimi Sorbiferlə fol turşusunu birlikdə qəbul edirəm. Bilirsiniz ki, dəmiri ən yaxşı qəbul eləmə zamanı səhər tezdən ac qarnadır ya da yeməkdən 1 saat əvvəl. Novruz şənliyindəki hər biletə bir hədiyyə verirdilər. Açığı mən hədiyyənin içindən bunları çıxmağını gözləmirdim. Çünki bundan əvvəl də almışam hədiyyələr. Çox vaxt içindən daha yeyilə bilməyəcək və daha dadsız şeylər çıxırdı. Səhər yemək yemədim, çünki rəfiqəmlə birlikdə kofe içməyə gedəcəyik. Ona görə də çantamı hazırlayıram. Olmazsa olmaz əl kremimi və mənim dodaq məhsullarımı götürürəm. Golden Rose'un 518 nömrəsi qızlar bilər, ən məşhur karandaşlarından biridir. Unutduğuma görə rəfiqəm olan hissələri çəkmədim. Daha sonra getdim özümə bir dənə krasovka aldım. Sonra isə marketə yola düşürəm. Bu balıqlar çox qəribə görsənirdi, ona görə çəkdim. Evə yollandım. Bu gördüyünüz kimi fake New Balance'dır. Aldıqlarımı göstərirəm. Daha sonra isə yemək hazırlamağa başlayıram. Normalda yeməklərdə soğanı sevmirəm. Amma niyəsə bu yeməyə qırmızı soğanı dəhşət dərəcədə çox yaraşdırıram. Bilmirəm siz də mənim kimisiniz yoxsa yox. Mən anamın bişirdiyi makaronu yeyə bilmirəm. Çünki nə vaxt makaron bişirir, üstünə mütləq şəkildə kərə yağı tökür. Mən də həqiqətən kərə yağının iyisi burnuma gələndə ürəyim bulanır və yeməyi yeyə bilmirəm. Birdən görüb xətrinə dəyər, qalan yeməklər çox yaxşı bişirir. Tiana'ya baxandan sonra həvəsi gəlib Moana baxdım. Magneziumu içib yatıram. Hələlik.